Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Qeyd etdiyim kimi bağımızın çürümə problemindən əlavə digər problemi məhsulun quşlar tərəfindən yeyilməsidir. Və bu tək bizim bağımızın problemi deyil. Bu əksər bağların, müasir bağların problemidir. Yəni meyvə kütləvi şəkildə quşlar tərəfindən yeyilir və bağbanlar, kəndçilər, zəhmətkeşlər böyük zərər görürlər. İndi mən sizə kütleviliği göstermek için ben burada xeyli təmizləmişəm və bəziləri artıq baxın. Yəni bütün boş saplaqlar mənim təmizlədiyim, yəni yeyilmiş gilasların boş yerləridir. Baxın nə qədər yeyilibsə. Və digərləri də quruyub, yeyildikdən sonra quruyub və artıq çürüməyə doğru gedir. Baxın. Mən indi sizə yeni yeyilmişləri də göstərəcəm. Baxın. Bu sadəcə yəni məhsula qarşı soyqırımdır. Baxın. Hamısı yeyilib artıq qurumağa gedir. Yəni elə bir budaq, elə bir ağac yoxdur ki, onda yeyilmə olmasın. Əgər buna qarşı baxın, bu biraz təzə yeyilmişlər. Dünən və yaxud da ondan qabaqki gün yeyilmiş. Yəni elə bir ağac yoxdur ki, onda quşlar tərəfindən kütləvi şəkildə yeyilmiş budaqlar olmasın. Yuxarı budaqlarda daha çox yeyilmələr var. Baxın. Yəni bu nə qədər hələ mən təmizləmişəm. Yenə də yəni burada təzə yeyilənlər var. Yəni bu kütləvi şəkildədir. Yəni yuxarı budaqlara əlim çatmır, aşağıdan da işıq düşür deyənə, günəş işığı. Ümumiyyətlə yaxşı çəkmək olmur. Yəni kütləvi şəkildə bütün bu saplaqlar, qurumuşlar, bunlar yeyilir. İndi ola bilər ki, düşünə bilərsiniz ki, bu az saydadır. Bu elə deyil. Yəni az sayda deyil. Nəzərə alsaq ki, məhsulun yetişməyinə hələ ən azı bir 20 gün, bir ay var. Yəni bu sürətlə, yəni bu minvalla quşlar tərəfindən məhsul yeyilsə, ancaq 10%-ni, 20%-ni bağban yəni məhsulu götürə bilər. Yəni 80, 70, 80% quşlar tərəfindən məhv olunacaq. Çünki keçən illəri bizim bağımızda çürümə yox idi. Təqribi hesablamalarıma görə 70-80% quşlar tərəfindən yeyildi. Yəni bu çox böyük nisbətdir əslində. Bir də nə sirdirsə mən bilmirəm. Yəni biz uşaqlıqdan ağaclarımız olub, yəni ənənəvi sortlar olub, hündür ağaclar. Bizim dediyimiz Napolyon Romanovka ağacları o tərəfdə olan. Onlarda quşlar tərəfindən yeyilmə halı çox az idi. Ümumiyyətlə mən demək olar ki, biz görmürdük Napolyonda və yaxud da hansı Krımda və yaxud da hansısa Ağgilasda, çox nadir hallarda. Amma bir Mayski deyilən mayovkada olurdu. O da tam yetişdikdən sonra, artıq tam gələndən sonra, iri yəni həcmini aldıqdan sonra az şəkildə olurdu. Ucda olan budaqlarda. Amma bilmirəm nə hikmətsə, nə sirdirsə, bunlar elə çiçəkdən çıxıb biraz ölçü alan kimi kal vəziyyətdə, yaşıl vəziyyətdə quşlar tərəfindən tələf olunur. Yəni əgər biz bunlara qarşı mübarizə aparmasaq, bu məhsulun çürüməsiz deyirəm, çürümə ehtimalını qoyuram qırağa. Yəni çürüməsi sırf quşlar tərəfindən yeyilməsi harca məhsulun 70-80% yeyiləcək. Yəni bu faktdır. Ona görə də hansı metodlardan mübarizə aparmaq olar, onlar üzərində mən eksperimentlər aparacağım. Çünki tamam çürüməyə qarşı müəyyən müxtəlif dərman vasitələri və digər metodlar olsa belə, amma quşların verdiyi ziyana qarşı, yəni quşlara qarşı mübarizə metodları ümumiyyətlə demək olar ki, yox səviyyəsindədir. İşlək metodlarda sadəcə hərəsi bir metod deyir. Yəni effektiv bir metod mən görməmişəm. Mən özüm sınamaq istəyirəm.
hansı metodlardan istifadə etmək olar, hansı metod daha effektivdir, hansı metod bütün bunların qarşısını qismən də olsa ala bilər. Onları mən inşallah sınayacağım, bir sizinlə paylaşacağım və ən effektiv metodu sizə axırda bildirəcəm. Baxın. Baxın, növbəti bir ağac. Düzdür, metodlar içində yəni ən məşhur olan qazla işləyən, səs çıxardan xüsusi aparatlar var. Sanki atəş səsi kimi müxtəlif intervalla səs çıxardır və quşları qorxudur. O metodu mən burada sınaya bilməyəcəm. Nəyə görə? Çünki düz qonşuluğumda, yəni qonşum var daha doğrusu. Yəni bu tam kəndin içində olan bağ sayılmasa belə, elə bil ki, kəndin axırıncı evi bitir, ondan sonra bizim bağımız başlayır. Yəni bir tərəfi qonşudur. Və yəni bu cür yerdə, kəndin içində və yaxud da bu cür yerdə o aparatdan, cihazdan istifadə edib qonşunu narahat etməyi etik saymıram. Onu kənddən uzaq bağlara qoymaq olar. Ona heç bir problem yoxdur, amma kəndin içində, bağın, nə bilim, qonşunun yanında, onun qulağının dibində səs çıxardaraq insanları narahat etməyi etik saymıram. Bunun xəstəsi var, uşağı var. Və biz öz məhsulumuzu xilas edirik deyə cəmaatı incitməli deyilik. Və sizinlə bütün bu metod istisna olmaqla, dediyim səs çıxardan metod istisna olmaqla, bütün digər metodları araşdıracağım, təcrübədən keçirdəcəm və hansı daha effektiv olacağını sizinlə paylaşacağım. Görək axırda nəticə nə olacaq? Məncə maraqlı olar.